Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq inşa edilən sürətli avtomobil yolundan video paylaşıb. Axar az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün hay hesabında paylaşım edib. Bir neçə həftə əvvəl Zəngəzur dəhlizinin dəmir yolu xəttinə dair görüntülər paylaşmışdım. Bugün isə dəhlizin tərkib hissəsi olaraq inşa edilən sürətli avtomobil yolunun videosunu təqdim edirəm. Bu, regionun gələcəyini formalaşdıran bir layihədir, paylaşımda qeyd olunub. Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü. Bugün ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Bu barədə Axar Azra Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən xəbər verilib. Görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub. Görüşdə Vaşinqton sammitinin müsbət rolu qeyd edilib, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar. Habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb. Siyasi riskləri az olan dəhliz axtarır. Mərkəzi Asiya ölkələrinin marağı da məhz buradan doğur. Onlar üçün Azərbaycan təkcə tranzit ölkə deyil, eyni zamanda Avropa ilə əlaqələrin qurulmasında real siyasi körpüdür. Bakı nə Moskva kimi siyasi təzyiq göstərir, nə də tarifləri bir alətə çevirir. Əksinə, qarşılıqlı fayda modelinə əsaslanan və uzun müddətli sabitliyə hesablanan əməkdaşlıq təklif edir. Bu, region ölkələrini Azərbaycanla daha da yaxınlaşdırır, çünki onlar Avropaya çıxış əldə etməklə həm iqtisadi, həm də siyasi manevr imkanlarını genişləndirirlər. Belə olan halda yeni bir sual ortaya çıxır. Azərbaycan Mərkəzi Asiya ölkələri və ABŞ-ın ortaq platforması olan IC51-ə qoşulacaq. Hesab edirəm ki, hazırki reallıqda Azərbaycan üçün IC51-ə qoşulmaq nə məqsəd, nə də tələskənlik tələb edən bir addımdır. Bakı bugün Mərkəzi Asiya ölkələri ilə o səviyyədə yaxınlaşıb ki, əslində IC51-in üzvü olmadan belə həmin platformada müzakirə olunan hər məsələ Azərbaycana toxunur və onun iştirakı təmin olunur. Tam hüquqlu iştirak isə yalnız zamanın və geosiyasi uyğunluğun tələb edəcəyi bir situasiya ola bilər. Bu ehtiyatlılıq təsadüfi deyil. Bakı son illərdə göstərdi ki, heç bir beynəlxalq platformaya emosional və ya deklarativ şəkildə qoşulmur. İbrahim sazişləri məsələsində olduğu kimi, C51-də də Azərbaycanın ölçü vahidi risklərin idarə olunmasıdır. Çünki bir tərəfdən ABŞ-la münasibətlər gücləndirilir, digər tərəfdən Mərkəzi Asiya ilə yeni regional blokda yer alınır, eyni zamanda Çin və Avropa ilə strateji layihələrdə əməkdaşlıq edilir. Belə vəziyyətdə Bakı üçün ən böyük məharət məhz bu güclərin maraqlarını ziddiyyətə salmadan paralel proses apara bilməkdir. Azərbaycanın əsas məqsədi konkret təşkilata qoşulmaq deyil, enerji, logistika və kommunikasiya mərkəzinə çevrilməkdir. Avropa alternativ enerji mənbələri axtarır, Mərkəzi Asiya öz resurslarını təhlükəsiz və sabit marşrutla qərbə çıxarmaq istəyir. ABŞ bölgədə açıq iqtisadi və siyasi məkanın formalaşmasında maraqlıdır. Çin isə orta dəhlizin güclənməsinə çalışır. Bakı bütün bu maraqları uyğunlaşdıraraq özünü regionun enerji və nəqliyyat hubuna çevirir.